Məsələn, elan saytları hər yer tutaq ki. Elan saytı var, məsələn, Yasamalda ev satır. Hər yerə basır doldurur Yasamal və hər yerə Yasamaldakı evləri qoyur. Ümumiyyətlə alqoritm elə işləmir. Yəni GPT kimi bir model, mən indi GPT-yə belə keçid edeyim, bir-birinə link eləyən deyə. GPT o pre-trained bir modeldir də və GPT-dəki T transformer. Həmin o transformation Google-un 2017-ci ildə yayımladığı alqoritmdir. Yəni GPT-yə onu Google verib. 2017-ci ildə Attention is all you need adında məqalə çıxır və orada GPT-nin T-sindən bəhs olunur. Sonra generative bu pre-train modelini gətirib qoşurlar ona və orada GPT çıxır. GPT məntiqində də GPT görürsüz siz danışanda sizə necə cavab verir. Eyni alqoritm ondan daha 10 dəfə daha yaxşı alqoritm arxada anlayır. Yəni və sən də götürüb hər yerə Yasamaldakı ev yaz. GPT-yə elə yazmırsan, GPT-yə insan kimi danışa bilirsən. Fikirləşmirsən ki, sənə insan kimi cavab verən adam səni insan kimi də anlayır. Yəni eyni şeydir. Dolayısıyla insan kimi cavab ver, insan kimi yazdığın bir sistemə bot kimi kontent yazırsan.